Hədisdə var, kim mənim əhl-i beytimi sevsə Peyğəmbər buyurur, Allah ona hikmət verər. Bu sevginin nəticəsi budur. Neçə ildir mən söhbət eləyirəm. Neçə illərdir gənclik dövrümdə. Çox məclislərdə olmuşam. Sizə deyim ki, ancaq və ancaq bu məclislərdir ki, mənim dilimdən hikmət cari olur. Özüm də bilmirəm fikir hardan gəlir. Bax, bu əhl-i beytin bərəkətidir. Peyğəmbər bu sözü deyib. Övlad, ən lazımlı söz bu Məhərrəm ayında bu məclislərdə mənim dilimə gəlir, çıxır. Və fikir də verirəm ki, cəmaat da ən rahat sözü bu məclislərdə qəbul edilir. Mən baxıram, görürəm axı, hər il üzləri görürəm, bu il məhrum olmuşuq o insanları görməkdən. Amma baxanda bilirsən ki, baxışından bilirsən ki, bu başa düşdü səni. Rahat başa düşür. Hikmət qapıları açılır Əhl-i Beyt qapısında.